Deməli, müəllimlər, bugünkü dərsimiz təfəkkür mövzusudur. Təfəkkürün növü olan məntiqi təfəkkür haqqında danışacağıq. Əvvəlcə təfəkkürün nə olması haqqında danışaq. Təfəkkür insanın koqnitiv fəaliyyətidir. Koqnitiv fəaliyyətdir. Koqnitiv idraki demək. Yəni ki, təfəkkür idraki fəaliyyətdir. İdraki fəaliyyətdir. Bax, insan düşündüyü anda, düşünmə prosesi, elə bir insan beyni düşünməyə başladığı andan təfəkkür işə başlayır. Məsəl üçün, mən başlayıram, mən hər hansı bir, məsəl üçün, informasiya axtarıram və yaxud da nəyisə düşünürəm, hər hansı bir problem haqqında düşünürəm və yaxud da nəyisə sual haqqında düşünürəm. Bax, bu düşündüyümüz andan bilin ki, təfəkkür işə başlayır. Bax, belə deyim də, düşünmə, bir növ təfəkkür düşünmə bir prosesdir, düşünmə prosesidir. İnsan düşünməyə başlayan andan təfəkkür işə düşür. Məsəl üçün, informasiyanı axtardığımız anda, fikirlərimizi ifadə etdiyimiz anda, məlumatlarımızı öz beynimizdə emal etdiyimiz anda, bax, öz beynimizdə məlumatları, informasiyaları sistemləşdirdiyimiz anda, ümumiləşdirdiyimiz anda, özümüz özümüzə təhlil etdiyimiz anda, hər bir zaman bu proseslərin köməyinə təfəkkür çatır. Yəni, insan beyninin işə düşməsi ilə əlaqədar olaraq bu işlərin bizə məlumatlarının təhlili olsun, analizi olsun, sistemləşdirilməsi olsun, ümumiləşdirilməsi olsun, təhlili olsun, hər bir şeydə təfəkkür bizə kömək edir. Təfəkkürün hesabına edirik, təfəkkürün hesabına fikirləşirik, təfəkkürün hesabına sualı düşünürük, sonra nəyisə axtarırıq, ünsiyyətimizi qururuq, nəyisə cavabını axtarırıq, beynimizdə hər hansı bir plan qururuq, hər hansı bir ideyanı fikirləşirik. Bax, bunların hər bir şeyin, bu dediklərimizin cəmi emal edir, bizə kömək edir nə? Təfəkkür. Əlbəttə ki, təfəkkürün hesabına bunları bizə hər hansı bir problem olsun. Bax, problemin həllini belə təfəkkürün hesabına biz onu həll edirik. Bax, insan təsəvvür edin ki, hər bir insanda baş var. Baş beyin hamıda var. Amma hamının təfəkkürü eyni-midir? Yox. Hamıda təfəkkür eyni inkişaf edibmi? Yox. Birinin təfəkkürü yaxşı inkişaf edib. O problemləri daha tez həll edəcək. O sualların cavabını daha tez tapacaq. O daha tez düşünmə, yeni ideyalar axtarışında ola bilər. Birinin təfəkkürü, məsəl üçün, zəif inkişaf edib. Onda biraz problem ola bilər. Məsəl üçün, belə deyim də, düşünmə qabiliyyəti biraz zəifdir. Biraz çətin başa düşə bilər. Yəni, hər bir insanın beyni var, başı var, amma hər bir insanın təfəkkürü eyni deyil. Hər bir insanın təfəkkürü eyni inkişaf etməyib. Hansı ki, insanın təfəkkürü yüksək dərəcədə inkişaf edibsə, bilin ki, o insan həyatda asan şəkildə yaşayır. Necə asan şəkildə? Məsəl üçün, o insanın qarşısına hər hansı bir problem çıxdıqda, o daha tez o problemi həll edə biləcək. Çünki onun güclü düşünmə qabiliyyəti var. Onun geniş inkişaf etmiş təfəkkürü var. Onun hesabına o problemi daha tez həll edəcək. Bax, ona görə insana daim təfəkkür bu problemlərin həllində, düşünməsində, hər bir anında insana lazım olan amillərdən biridir. Və hər bir insanda təfəkkürü eyni inkişaf etməyibdir. Ona görə təfəkkürü yüksək dərəcədə inkişaf etmiş insan öz problemlərini özü daha yaxşı həll edəcək, daha tez həll edəcək. Zəif inkişaf etmiş insan müəyyən problemlərlə üzləşəcək, kimlərdənsə kömək əldə edəcək, kimlərdənsə kömək əlinin ona uzadılmasını istəyəcək. Ona görə, bax, sinifdə müəllim, məsəl üçün, dərs dediyi zaman, dərs deyən müəllimin də bax, o təfəkkürü, belə deyim, yüksək inkişaf etmiş olmalıdır. Çünki onun özünün yüksək təfəkkürü, inkişaf etmiş təfəkkürü olmalıdır ki, qarşısında əyləşmiş şagirdlərin də yüksək inkişaf etmiş şagirdlərin də təfəkkürünü inkişaf etdirə bilsin. Şagirdlərin də təfəkkürünü inkişaf etdirmək üçün onlara, məsələn, müxtəlif yollar var. İndi biz təfəkkürü keçdikcə onları deyəcəyik.
Yəni müxtəlif tapşırıqlarla, müxtəlif fəaliyyətləri həyata keçirməklə bunu əldə etmək olar. Bu günləri müəllimlər təfəkkür haqqında danışırıq və təfəkkürdən növlərindən biri olan məntiqi təfəkkür haqqında danışacağıq. Təfəkkürün növləri çoxdur. Təfəkkürün növləri məntiqi təfəkkür var, tənqidi təfəkkür var, yaradıcı təfəkkür var və yenilənmiş belə deyim də kitabda inşallah 2026-da çıxdıqda təfəkkürün digər növlərində əlavə olunub. Onları da keçəcəyik. Hələlik məntiqi təfəkkürdən başlayaq. Məntiqi təfəkkür müəllimlər. Belə deyək. Məntiqi təfəkkür nədir? Gəlin keçək məntiqi təfəkkür haqqında danışmağa. Baxın, məntiqi təfəkkür analiz, sintez, müqayisə, nəticənin çıxarılması, əsas ideyanın müəyyən edilməsi, nəticə çıxarılması mümkün olan hər bir şeyin tədqiq və analiz edilməsi məntiqi təfəkkürdür. Bir də deyirəm, məntiqi təfəkkürün tərifi kimi qeyd edə bilərsiniz. Məntiqi təfəkkür, analiz, sintez, müqayisə, nəticənin çıxarılması, sonra əsas ideyanın müəyyən edilməsi, nəticə çıxarılması mümkün olan hər şeyin tədqiq və analiz edilməsidir. Nəticə çıxarılması mümkün olan hər bir şeyin tədqiq və analiz edilməsidir. Deməli, təfəkkür məntiqi təfəkkürdə. Şagirdlərin məntiqi təfəkkürü onların gündəlik həyatlarının bir parçasıdır. Bax, hal-hazırda belə deyək də, ilk olaraq yadınızda saxlayın, belə deyək, uşaqlarda ilk kiçik məntiqi təfəkkür kiçik yaşlardan inkişaf etməyə başlayır. Hətta 2 yaşından başlayır, yəni məntiqi təfəkkürün əsası qoyulmağa. Yəni, uşaqların gündəlik həyatının bir parçasıdır. Bir parçası olaraq formalaşır məntiqi təfəkkür. 2 yaşından əsası qoyulur məntiqi təfəkkürün. Bax, bunu necə müşahidə edə bilərsiniz? Bax, uşaqlar kiçik yaşlarından təzə belə deyim, danışan zamanlar, biraz məsəl üçün 2, 3, 4 yaşlarında belə özünüz də təsəvvür etmiş olarsınız, qarşılaşmış olarsınız ki, uşaqlar o zamanlar daha çox sual verirlər valideynlərə. Müxtəlif suallar verir. Hər şeyin səbəbini soruşur, hər şeyin səbəbini öyrənməyə çalışır. Qəribə suallar verir. Məsəl üçün, qar niyə yağır, yağış niyə yağır, gecə niyə olur, maşın niyə gedir, nə bilim, qar niyə qışda yağır. Müxtəlif tipli suallar, qəribə suallar soruşur, hər şeyin səbəbini soruşur. Bilirsiniz o sualları niyə verir? Çünki o uşaqda məntiqi təfəkkür inkişaf etməyə başlayır. Biz valideyn olaraq biz o uşaqlara kömək etməliyik ki, o uşaqlarda məntiqi təfəkkür yaxşı inkişaf etsin və o uşaqların, belə deyim də, övladlarımızın, şagirdlərin hər bir sualını cavabsız saxlamamalıyıq. Cavabını verməliyik ki, qoy səbəbini öyrənmək istədiyi hər bir şeyin səbəbini öyrənsinlər və bunun nəticəsində onlarda təfəkkür, məntiqi təfəkkür inkişaf etməyə başlayır. Məntiqi təfəkkürün inkişafına kömək etmiş oluruq biz. Bax, məntiqi təfəkkür özü, müəllimlər, ardıcıl, bax, düşünmədir. Məntiqi təfəkkür, bayaq biz analiz, sintez, onları indi təhlil edəcəyik nə olduğunu. Məntiqi təfəkkür özü ardıcıl düşünmədir. Məntiqi təfəkkür nədir deyəndə deyirsiniz, ardıcıl düşünmədir. Məntiqi təfəkkür ardıcıl. Məntiqi təfəkkür ardıcıl düşünmədir. Addım-addım düşünmədir. Addım-addım.
Demək, ardıcıl düşünmədi, məntiqi təfəkkür, addım-addım düşünmədi, mərhələli şəkildə düşünmədi. Mərhələli şəkildə bax, bu da məntiqi təfəkkürə aiddir. Bu anlayışların hər biri məntiqi təfəkkürə aiddir. Ardıcıl düşünmədi, addım-addım düşünmədi, mərhələli şəkildə düşünmədi. Məsəl üçün, bax, tutalım ki, vurma əməlini başa düşməsi üçün ilk öncə addım-addım olmalıdır. İlk əvvəlcə toplama əməlini bilməlidir. Sözləri, cümlələri oxumaq üçün ilk əvvəl nə etməlidir? Sait, samit, heca, söz, hərif, bunları bilməlidir. Eləmi? Hərfləri bilməsək, sözləri oxuya bilərikmi? Bax, bu da elə bir şeydir. Ardıcıl düşünmə, addım-addım düşünmə, mərhələli şəkildə düşünmədir. Belə deyək, məntiqi təfəkkür. Məntiqi təfəkkürü axtaran zaman, müəllimlər, sizə ən yaxşı üsulu deyim. Məntiqi təfəkkürü axtaran zaman, məsəl üçün, məntiqi təfəkkürə nə aid ola bilər? Məsələnin həlli yolunu tapmaq, hesablamaq məntiqi təfəkkürə aiddir. Addım-addım hesablamaq, ardıcıl hesablamaq məntiqi təfəkkürə aiddir. Əsərin, bayaq biz onda adı nə idi, tərifdə qeyd etmişdik ki, əsərin əsas ideyasını tapmaq məntiqi təfəkkürə aiddir. İki əşya arasında oxşar və fərqlilik cəhətləri tapmaq məntiqi təfəkkürə aiddir. Onları müqayisə etmək məntiqi təfəkkürə aiddir. Təhlil etmək bacarığı məntiqi təfəkkürə aiddir. Bunlar hamısı məntiqi təfəkkürə əsaslanır. Məntiqi təfəkkürdə də yadınızda saxlayın. Baxın, problem həll etmək məntiqi təfəkkürdə də var. Tənqidi təfəkkürdə də var. Yaradıcı təfəkkürdə də var. Hər üçündə də var. Amma yadınızda saxlayın. Problemi sadə yolla həll etmək. Məntiqi təfəkkürdə problemi sadə yolla həll edir. Bax, hələ ki biz tənqidi təfəkkürü, yaradıcı təfəkkürü keçməmişik. Amma yenə deyirəm, problem həll etmək hər üç təfəkkürdə var. Problem həll etmək hər üç təfəkkürdə var. Amma yadınızda saxlayın ki, problemi sadə yolla həll etmək məntiqi təfəkkürə aiddir. Problemi səmərəli yolla həll etmək tənqidi təfəkkürə aiddir. Problemi yeni yolla həll etmək yaradıcı təfəkkürə aiddir. İndi biz yaradıcı və tənqidi təfəkkürü keçəndə bunu yenə təkrar deyəcəyik. Amma yadınızda saxlayın, hal-hazırda məntiqi təfəkkürdən danışırıqsa, məntiqi təfəkkürdə problemi sadə yolla həll etmədir. Bax, məntiqi təfəkkürə aid nümunələr deyək. Bax, situasiyalar deyək. Deyir, müəllim sinifdə şagirdlərə əsəri oxutdurur. Əsəri oxutdurulmağı tapşırır. Oxuyub qurtardıqdan sonra əsərin ideyasını tapmaq tapşırır. Və cavabını qeyd edir ki, bu hansı təfəkkür növünə aiddir? Əsərin ideyası tapmaq varsa, əsərin ideyası. Bax, bayaq yenə deyirəm, məntiqi təfəkkürün öz sözləri ilə tapırsınız, öz xüsusiyyətləri ilə tapırsınız. Bayaqların tərifində də var idi, indi biz o xüsusiyyətləri tək-tək yazacağıq. Hər bir müəllimə o xüsusiyyətlərini əzbərdən deyəndə, yəni bilsin ki, bu xüsusiyyət hansı təfəkkürün xüsusiyyətidir. Və ona uyğun sizin qabağınıza situasiya, test, nə tapşırıq gəlsə, əgər siz bilsəz ki, bu məntiqi təfəkkürə aiddir, birbaşa cavabda götürəcəksiniz məntiqi təfəkkür. Deməli, əsər, bax, biz nə qeyd etdik? Dedik ki, müəllim şagirdlərə əsəri oxumağı tapşırır, sonra əsəri oxuyub qurtardıqdan sonra əsərin ideyasını tapmaq tapşırır. Burada müəllim şagirdlərdə hansı təfəkkürü inkişaf etdirir? Əlbəttə ki, məntiqi təfəkkür. Çünki əsərin əsas ideyasını müəyyən etmək məntiqi təfəkkürə aiddir. Və yaxud da başqa bir tapşırıq deyək. Müəllim bir şagirdlərə isim və sifətin oxşar və fərqli cəhətlərini tapmaq tapşırır. Bayaq dedik ki, müqayisə etmək.
Müqayisə etmək də məntiqi təfəkkürdədir. İsimin oxşar və fərqli cəhətləri və yaxud da digər iki əşya olsun və yaxud da hər fən müəllimi öz fənninə uyğun müqayisə olsun, fərq etmir. Oxşar və fərqli cəhətləri müəyyənləşdirməyi tapşırırsa, bilin ki, müəllim burada da şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirir. Bax, bu da olur məntiqi təfəkkürə aid nümunələr və yaxud da müəllim şagirdləri misalları addım-addım həll etməyi tapşırır. Bu da olur məntiqi təfəkkürü və yaxud da müəllim şagirdləri məsələləri ardıcıl şəkildə, mərhələli şəkildə həll etməyi, hesablamağı tapşırır. Bu da nə olacaq? Bu da olacaq yenə məntiqi təfəkkür və yaxud da problemi sadə yolla həll etməyi tapşırır. Bu da olacaq nə? Sadə yol sözünü açar sözdür. Bax, bir dənə bunu sadə yolla həll. Belə bir dairəyə alın ki, sadə yolla həll gördünüz, aid olacaq məntiqi təfəkkür. Səmərəli yolla həll gördünüz, aid olacaq tənqidi təfəkkür. Yeni yolla həll gördünüz, aid olacaq nə? Yaradıcı təfəkkür. İndi gəlin məntiqi təfəkkürün əsas xüsusiyyətlərini yazaq və bunları yaxşı-yaxşı öyrənin müəllimlər. Çünki o xüsusiyyətlərə görə siz situasiyalarda hansı təfəkkürə aid olduğunu tapacaqsınız. Əgər məntiqi təfəkkürə aid xüsusiyyət varsa, deməli, cavab olacaq məntiqi təfəkkür. Deməli, gəlin keçək məntiqi təfəkkürün əsas xüsusiyyətləri. Məntiqi təfəkkürün əsas xüsusiyyətləri. Birinci xüsusiyyət. Məntiqi təfəkkürün əsas xüsusiyyətlərdən birinci ardıcıl, mərhələ-mərhələ düşünməkdir. Ardıcıl. Belə nüanslar qabağınıza gələn kimi, belə fikirlər, belə cümlələr qabağınıza gələn kimi müəllimlər başqa şeyi düşünməyin. Birbaşa götürürsünüz məntiqi təfəkkürü. Ardıcıl, ardıcıl mərhələ-mərhələ düşünmək. İkinci xüsusiyyət. Ardıcıl mərhələ-mərhələ, bunlara aid misal da deyə bilər. Məsəl üçün, ardıcıl mərhələ-mərhələ düşünmək. Bayaq dedik, ardıcıl məsələləri mərhələ-mərhələ həll edir. Misalları ardıcıl şəkildə hesablayır. Bu cür tapşırıqları sinifə verirsə, şagirdlərə verirsə, bilin ki, burada məntiqi təfəkkürü inkişaf etdirmək istəyir müəllim. Sonra, bax, həll etməyə aid həll edir. Həll etmək, hesablamaq. Həll etmək, hesablamaq, sadələşdirmək. Məsəl üçün, bir dənə misal verir, deyir, bunu sadələşdirin. Deməli, burada hansı təfəkkür olacaq? Məntiqi təfəkkür olacaq burada da. Üçüncü, səbəb-nəticə əlaqələrini qurmaq. Səbəb-nəticə əlaqələrini qurmaq yenə də məntiqi təfəkkürə aiddir. Sonra dördüncü, problemi sadə. Problemi sadə yolla həll etmək. Bax, sadə yolun altına xətt çəkirəm. Sadə yolla həll etmək məntiqi təfəkkürə aiddir. Problemi sadə yolla həll etmək. Beşinci, fərqləndirmək.
müqayisə etmək, fərqləndirmək, müqayisə etmək, oxşar və fərqli cəhətləri müəyyən etmək. Oxşar və fərqli cəhətləri müəyyən etmək də yenə də nəyə aiddir? Məntiqi təfəkkürün xüsusiyyətlərindən biridir. Sonra 6-cı, prosesin başlanğıcı və sonunu müəyyən etmək. Prosesin başlanğıcını və sonunu müəyyən etmək. Bu da məntiqi təfəkkürə aid xüsusiyyətdir. Sonra 7-ci, ümumiləşdirmək, qruplaşdırmaq. Ümumiləşdirmək, qruplaşdırmaq. Sonra təsnif etmək. Məsəl üçün, baxın, tutalım ki, müəllim sinifdəki şagirdlərə verir sadə, düzəltmə, mürəkkəb sözləri. Deyir, bunları sözləri sadə, düzəltmə, mürəkkəb sözləri qruplaşdır. Sadələri bir tərəfə, mürəkkəbləri bir tərəfə, düzəltmələri bir tərəfə. Və yaxud da verir nitq hissələri qarışıq şəkildə, isim, sifət, nə bilim, say, sözləri verir. Deyir ki, bunları təsnif et. Yəni, hər isimləri özünə ayır, nə bilim, sifət sözləri öz sətrinə, cədvəl qur deyir, məsəl üçün. Cədvəldə isimləri öz cərgəsində yaz, sifətləri öz cərgəsində, fiilləri öz cərgəsində, sayları öz cərgəsində. Yəni, təsnif etməkdir, qruplaşdırmaqdır. Bu cür tapşırıqlardan, yenə deyirəm, bu cür ifadələri gördünüz, götürürsünüz nə? Məntiqi təfəkkürün xüsusiyyətləridir. Məntiqi təfəkkür götürürsünüz. Təsnif etmək, ümumiləşdirmək, qruplaşdırmaq, müqayisə etmək. Hələ burada adısını buradan yazıram, orada yer qalmayıb. 8-ci, eşitdiyini, gördüyünü anlamaq. Eşitdiyini, gördüyünü, oxuduğunu, oxuyub anlama da, belə deyim. Oxuyub anlamaq. Oxuyub anlamaq da buna aid. Bayaq dedik ki, əvvəl sinifə, şagirdlərə mətin verir, sonra mətnin əsas ideyasını müəyyənləşdirir. Mətnin əsas ideyasını necə müəyyənləşdirə bilər? Əlbəttə ki, o şagirdlərdə oxuyub anlama olmalıdır. O mətnin məzmununu başa düşməlidir, nəticə çıxartmalıdır ki, ideyasını müəyyənləşdirsin. Deməli, burada nə var? Oxuyub anlama da nəyə aiddir? Məntiqi təfəkkürə aiddir. 9-cu, faktlar əsasında fikri əsaslandırmaq. Faktlar əsasında fikri əsaslandırmaq. Yəni, faktlar əsasında da. Burada əsas məqam fakt. İndi bu gəlib nə ilə əlaqəli olacaq? Tənqidi təfəkkürdə də var əsaslandırmaq. Bax, bu əsaslandırmaq tənqidi təfəkkürdə də var. Yadınızda saxlayın. Məntiqi təfəkkürdə faktlar əsasında əsaslandırmadır. Tənqidi təfəkkürdə öz fikrinə əsasən əsaslandırmadır. Yenə deyirəm, məsəl üçün, bax, buna bir nümunə deyək. Tutalım ki, baxın,
Bir dənə mətn əsasında mətni oxuyur, əsaslandırma. Hər hansı bir tapşırıq verib ki, hansısa fikri əsaslandırın da, belə deyim. Tapşırıqda indi burada ağlıma bir cümlə zad gəlmədi, deyim. İndi baxın, həmin mətndən əgər şagird məsəl üçün, əsaslandıran zaman mətndən nümunələr gətirərək, bax, faktlar əsasında mətndən nümunə gətirərək onu əsaslandıracaqsa, yadınızda saxlayın ki, burada məntiqi təfəkkürdür. Yox, mətndən yox, öz-özünə, öz fikri ilə, öz düşüncə ilə nəyisə əsaslandıracaqsa, burada olacaq nə? Tənqidi təfəkkür. Yenə deyirəm, əsaslandırma hər ikisində var. Faktlar əsasında, fakt gətirərək, nümunə gətirərək əsaslandırırsa, nəyisə məsəl üçün mövzu keçib, mətin keçib, əsər keçib, nə də hərə yenə deyirəm, öz fənnə uyğun nə fakt gətirib əsaslandıracaqsa, mühakimə yürüdəcəksə, bu zaman olacaq məntiqi təfəkkür. Yox, fakt gətirmədən öz fikrinə, özünə, öz ideyasına uyğun əsaslandıracaqsa, öz sözləri ilə əsaslandıracaqsa, bu olacaq tənqidi təfəkkür. Bayaq problem həll etməndə də dedik. Bax, problem həll etmədə həm məntiqi təfəkkürdə var, həm tənqidi təfəkkürdə, həm yaradıcı təfəkkürdə. Sadə yolla həlli altından xətt çəkdik. Sadə yol gördünüz, məntiqi təfəkkürdür. Səmərəli yol gördünüz, tənqidi təfəkkürdür. Yaradıcı yol gördünüz, bu olacaq, yaradıcı deyəndə, yaradıcı, yəni yeni yol. Yeni yol gördünüz, olacaq yaradıcı təfəkkür. Bax, bu əsaslandırma deyilədir. Əgər, yenə deyirəm, mətndən nümunələr gətirərək, mətndən cümlələr verərək sizə fikri əsaslandıracaqsa, bu olacaq nə? Məntiqi təfəkkür. Yox, öz fikri ilə, öz sözləri ilə əsaslandıracaqsa, bu olacaq tənqidi təfəkkür. Bax, buna görə bu testlərdə də tez-tez düşüb və qarışıq şəkildə verilən hissələrdir. Görək məntiqi ilə tənqidini ayıra bilirmi? Siz onda belə əsaslandırma zamanı baxırsınız, öz sözləri ilə varsa tənqidi təfəkkürü götürürsünüz, mətnin əsasında nümunələr gətirərək, faktlar əsasında əsaslandırma varsa, götürəcəksiniz məntiqi təfəkkür. Deməli, məntiqi təfəkkürü axtaran zaman siz bu əsas yazdığımız 9 dənə xüsusiyyəti yaxşı bilsəz, sizin üçün məntiqi təfəkkür çətin olmayacaq. Hər biri qabağınızda oxuyursunuz, bu xüsusiyyət məntiqi təfəkkürə aiddir. Deməli, cavab nə olacaq? Məntiqi təfəkkür. Ardıcıl, mərhələli düşünməkdir, həll etmək, hesablamaqdır, sadələşdirməkdir, fərqləndirməkdir, müqayisə etməkdir, oxşar və fərqli cəhətləri tapmaqdır, səbəb-nəticə əlaqələri qurmaqdır, prosesin əvvəlini və başlanğıcı, sonunu və başlanğıcını müəyyən etməkdir, problemi sadə yolla həll etməkdir, oxuyub anlamadır, eşitdiyini, gördüyünü anlamaq bacarığı, oxuyub anlamaq şəklində. Sonra faktlar əsasında əsaslandırmadır, sonra ümumiləşdirmək qabiliyyətidir, qruplaşdırmaq qabiliyyətidir, təsnif etmək qabiliyyətidir, əsərin əsas ideyasını müəyyən etməkdir. Bunlar hamısı aid olur məntiqi təfəkkürdür. Bax, bu cümlələr, bu ifadələr qarşınıza çıxsaz, cavabı götürəcəksiniz müəllimlər, məntiqi təfəkkür. Bax, bu bizim məntiqi təfəkkür haqqında olan izahımızdır.